Karış karış vətən, karış karış müqəddəs. Bu torpaq sənindir, bu torpaq mənimdir. İskəndərov Təbriz Heydəroğlu 1994'te şəhid olub. Bunov dağı silsiləsində Ömər aşımında şəhid olub. Bakı şəhərində 2-ci şəhidlər xiyabanında dəfn olub. Allah rəhmət eləsin, ruh şad olsun. Zəngilan sakinidir. Abuşov Bəhul Qabiloğlu 94'te şəhid olub. Füzuli rayon Qorqan kənd ərazisində şəhid olub. Abşeron rayon Masazır qəsəbə qəbirstanlığında dəfn olub. Allah rəhmət eləsin, ruh şad olsun. Zeynalov Cəmil Sərdaroğlu 1992'de şəhid olub. Zəngilan rayon Kollu Qışlaq kəndi ərazisində şəhid olub. Ağalı kənd qəbirstanlığında dəfn olub. Allah rəhmət eləsin, ruh şad olsun. Məmmədov Əli Baba Xürrəmoğlu 1993'te şəhid olub. Allah rəhmət eləsin, ruh şad olsun. Cəbrayıl rayon Dəcili kəndinin qəbirstanlığı yaxınında şəhid olaraq itkin düşüb. Allah rəhmət eləsin, ruh şad olsun. Vəliyev Elbruz Şamxaloğlu 1993'te şəhid olub. Zəngilan rayon Ağakişilər Ağabiz kəndinin ərazisində şəhid olub. Ağalı kənd qəbirstanlığında dəfn olub. Allah rəhmət eləsin, ruh şad olsun. Rüstəmov Muxtar Bəhmanoğlu 1993'te şəhid olub. Zəngilan rayonunun Şayıflı kəndi yaxınlığında Qaragöl ərazisində şəhid olub. Zəngilan şəhər şəhidlər xiyabanında dəfn olub. Allah rəhmət eləsin, ruh şad olsun. Əliyev Aqil Təkçioğlu Qarabağ müharibəsinin qazisi 1990-cı ildə Zəngilan rayonunun ərazisində ağır yaralanaraq 2-ci qrup hərbi olmuşdu. 2000-ci ilin dekabrında 11-də vəfat edib. Mərdəkan qəsəbəsinin Mir Mövsüm ağanın qəbirstanlığında dəfn olub. Allah rəhmət eləsin, ruh şad olsun. Cəmilov Cəmil Məmmədquluoğlu 2018'də Birinci Qarabağ müharibəsinin qazisidir. 1992-ci ilin sonlarında Zəngilan rayonunun ərazisində ağır yaralanaraq 2-ci qrup hərbi olmuşdur. 2018-ci ilin yanvar 12-sində vəfat edib. Suraxan rayonunda Dədə Qorqud qəbirstanlığında dəfn olunub. Baxşəliyev Şahbaz Hümbətoğlu 2021'də rəhmət edib. Birinci Qarabağ müharibəsinin qazisidir. 1993-cü ilin martında Zəngilan rayonunun ərazisində ağır yaralanaraq 2-ci qrup hərbi olmuşdur. 2021-ci ilin 21 avqustunda tarixində vəfat edib. Abşeron rayon Saray qəsəbəsində qəbirstanlığında dəfn olub. Allah rəhmət eləsin, ruhları şad olsun. Allah rəhmət eləsin, ruhu şad olsun. Şəhid Cəmil Sərdaroğlu Zeynalov 92'də İgid və Zəngəvar oğullardan biri olub. Allah rəhmət eləsin, ruhu şad olsun. Allah burada rəhmətə gedənlərin hamısına Allah rəhmət eləsin. Şəhid Zeynalov Cəmil Sərdaroğlu Allah rəhmət eləsin, ruhu şad olsun. 92 şəhididir. Bu yola çıxmamışdan qabağa dedim Allah veteranlarımıza, qazilərimizə can sağ versin. Allah şəhidlərimizə rəhmət eləsin. Sağ olun, çox Şəhid ailələrindən, qazilərimizdən, veteranlarımızdan xeyirli olub yola çıxıram. Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Allah qazilərimizə şəhid etsin. Allah veteranlarımıza da can sağ versin. Yəni oğullarımızın sayəsində, igid oğullarımızın sayəsində bu torpaqlarımız alındı. Mən də elə bir layihə yaratdım. Adı da Qarış-Qarış vətənliyi. Azərbaycan torpaqlarının hər bir qarşı müqəddəsdir. Azərbaycan igid və qəhrəman oğullarını əsirləmişəm. Dedim, sizdən də xeyir dualı. Siz də vətən müharibəsi qazisisiniz. 92'də də müharibədə iştirak eləmişsiniz. 44 günlükdə də iştirak eləmişsiniz. Allah canınızı sağ eləsin. Siz də şəhid qardaşsınız. Allah şəhidimizə rəhmət eləsin. Ruhu şad olsun. Allah sizdən razı olsun. Yəni dedim mən xeyir qalım, sonra yoluma davam edeyim. Allah bütün şəhidlərə rəhmət eləsin. Qazilər can sağlığı versin. Allah bizə dəyməsin qardaş. Sağ olun, çox sağ olun, minnətdarım. Allah hara gitsin şuan eləsin qardaş. Yolunda davam elə. Allah sənə ömrünü uzun eləsin. Çox sağ ol, minnətdarım qardaş. Allah səndən razı olsun. Sağ ol başa. Çox sağ ol. Çox sağ ol. Allah razı olsun. Səndən də razı olsun ki, yəni Minnətdarım ki, Sağ ol. yəni şəhidlərimizi yaddan çıxartmışsınız. gözlərim başımda olsun. Allah səndən razı olsun. Allah razı olsun sizinlə. Hara getsən yolun açıq olsun. Var olun. Allah sizdən razı olsun. Sağ ol, çox sağ ol qardaş. Çox. Şəhidlərimizin ödün etsin, məkanlarını cənnət eləsin. Lazımdır ki, bax sizin kimi. Allah sizə can sağlığı Var versin. olun qadın. Ki, bax, bu gözəl balalarımızın
gələcək nəsillərimizin hər birisinə bunu çatdırmaq ki, bu torpaqların uğrunda canından keçən oğlan. Vətənin o yəni bir yana olmaz əmi. Belə bir söz deyim də. Yəni hər torpağımızdan şəhid var. Bu təmin Yəni hansı ev atsan, yəni o evdə şəhid var. Bəli, bəli, bəli. Yəni fərqi yoxdur, məsələn Ağcabədi olsun, məsələn Beyləqan olsun. Fərqi yox. Bütün Yəni, Azərbaycanın yəni- hər bir Elə bu layihənin də adı Qarış-Qarış vətəndir. Azərbaycanın ikidə qəhrəmanı olan nəsil eləmişəm. Azərbaycan torpaqlarının hər bir qarışı müqəddəsdir. Çünki Təbii. hər torpağımızın hər şəhidimiz var. bəli. Yəni mən də elə bu yola çıxmamışıq qabaq hamıdan şəhid ailələrindən, qazilərimizdən, veteranlarımızdan hamısına xeyir dua alıb yola çıxıram. Allah sizlərdən razı olsun ki, yəni sizlərin sayəsində bu torpaqlardayıq. Biri sənin fərqi istədiyin qədər alın. Torpağını sevən insan, vətənini sevən insan, yəni o torpaq üçün hər dəqiqə canın qurban verməlidir. Düz. And olsun Allah'a, mən 44 günlükdə mən o dağa qalxanda gənc əsgərlər, yəni tək deyildim də. Gənc əsgərlər bizi görəndə 29 nəfərik də, yəni köhnə döyüşçülərdən. And olsun Allah'a, uşaqlar az qaldı ki, qanad açdı uçsun da. Bax, o qəmbərə ruhlandı. O elə bir onlara güc verdi də. Biz qışqırırdıq ki, arkada gəlin, qoyun qabaqda biz gedək də. Yəni biz indi baxma da, 50 yaşımız var. Amma siz gəncsiniz. Allah canı sağ versin. And olsun Allah'a, deyirlər yox, bizi özünüzdən ayırmayın. Bizi özünüzdən ayırmayın. Siz hara gedirsiniz, biz də sizinlə gedirik. Deyir ki, yaxşı da, müəyyən yerlər var, onları müəyyənləşdirək. Sonra məlumat verəcəyik ki, siz gələsiniz bizim yanımıza. Deyirlər yox, sizinlə bərabər getmək istəyir. Yəni gənc olsalar da, amma valla heç olmasa müəyyən qədər ziyan vura bilərdik. Sonra biz şəhid ola bilərdik də. Yəni o hansı ki, yəqin ki bir 20-30 şəhidin, gənc şəhiddən danışıram amma. Bir 20-30 şəhidin azalmasına nəyinsə köməyimiz dəyər. Amma o da hər şey böyük Allahın əlindədir. Qaldı ki belə valla and olsun Allaha, mən o dağlara qalxanda, Bakıda gecələr yatanda uşaq mənə dərman verməsə mən yata bilmirəm. Amma elə ki gəldim döyüş zonasına, rayonlara, atamı görək ki, elə bildim 25 yaş cavanlaşmış. Dünya aləm vecinə olur. Vətənini sevən hər bir kəs yaşlı, cavan. Əgər mənim vətəndə müharibə gedirsə, hansı yaşda mən söhbət danışa bilərəm? Mənim vətəndə müharibə gedir. Nə olsun mənim 50 yaşım var? 55 yaşım var. Allah uzaq eləsin, Allah uzaq eləsin. Günü bu gün Allah hamd olsun, elə bir şey olsa, atamın yorakı, yenə mən o dağlardayım. Allah sənə var versin. Mənim heç vaxt özdə mənim bu torpağa o qədər məhəbbətim var, o qədər sevmişəm o torpağı. Bir ağalını demirəm, ümumiyyətcə. Mən hər dəqiqə hazırım, Allah. Əmin bostanıdır. Mən siyərəm Şəhid qardaşlar. Baxım əmi. Bunu ala orada gül ye. Ala, buraya orada burada. Ala, təbii deyil. Orada onu qırıb yiyəcək. Buraya orada soğuğu da, krant orada. Krant orada oradadır, krant da. Çiyələ. Zəngilan çiyələyi. Zəngilan çiyələyi. Əmi ver. Allah razı olsun şəhid qardaşdır, uşaq olsun. Abi yut. Yemiyorum kardeşim. Salam aleyküm. Hoş geldiniz. Yola çıxmamışsan qabaq Vətən müharibəsi qazilərindən, şəhid ailələrindən, veteranlardan xeyir dua almaq. Zəngilanlar qazilərindən. Allah sənə şəhid etsin. 44 günlük Vətən müharibəsi qazilərindən. Allah sizlər çox sağ olun. Sizlərin sayəsində hamı bir yerində olmasın. Bir şükür.
Sağ ol. Allah köməyinə olsun. Xoş gəlmisən bizim Zəngilan rayonu Ağalı kəndinə. İlk öncə bugünkü gündə biz 4 il bundan burada köçürük yaşayıram Ağalı kəndində. Böyük yoldaşlarımız oldu. Biz onların sayəsi nəticəsində bugünkü gündə məskunlaşmışıq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı, veteranlarımıza can sağlığı versin. Xoş gəlmisən burada kəndimizə. Allah köməyin olsun. Xoş oldu səni burada gördük. Sağ ol. Allah köməyin olsun. Çok sağ olun, hoş gelmişsiniz. Allah razı olsun. Sağ ol. Sağ ol. İyi işler olsun. Güzel. Çok güzel. Her şey güzel. Suyumuz var, gazımız var, ağaçları soğumaya sularımız var. Allah hükümetimizin, devletimizin canı sağ olasın. Allah devletimizi var eylesin. Şehitlerimizi rahmet eylesin. Gazilerimize can sağlığı eylesin. Güzel böyle küçük yaşamalıyız. Teşekkür ederim. Herkese Allah bilesin. Çok güzel. Sağ olun. Siz de var olasınız. Gelinize ahlarım var olsun. Siz Allah şəhid qardaşımıza rəhmət eləsin, şad olsun. Sağ ol. Müşkür ki, hamınız elinizdə, obanızdasınız. İnşallah o bir cəmaatda öz elinin obasını çəkəcə. Allahın köməyi ilə. Mən bu yola çıxmamışdan da bax, şəhid ailələrindən xeyir dualla. Siz də şəhid qardaşsınız. Allah qardaşınıza rəhmət eləsin, şad olsun. Amin. Allah qazilərimizə də şəfa versin. Layihənin adı da Qarış vətəndir. Azərbaycan Gid və Qəhrəman oğulları nəsil eləmişəm. Azərbaycan torpaqların hər bir başı müqəddəsdir. Hər evdən bir şəhidimiz var. Allah hamısına rəhmət eləsin. Şad olsun. Müşkür bu günə. Həqiqətən. Dedim elə xeyir dualım. Sonra yoluna davam edeyim. Allah sizdən razı olsun. Allah sıvar eləsin. Var olun, minnətdaram. Şəhidimizin adını deyərsiniz. Adil Əliyev. Adil Əliyev. Adil Əliyev. Adil Əliyev 92-də şəhid oldu. Bəli. Zəngilan döyüşlərdə. Allah rəhmət eləsin. Var olun, çox sağ olun. Emin Bərbərimə xəyanət edirəm. Zəngilanın Ağalı kəndində. Anar qardaş tutulduq. Eminə salamlar. Bərbərimə xəyanət etdi. Anar qardaş sağ ol. Minnətdaram. Sağ ol. Allah yolunu Təmiz açıq etsin, eləsin. sağ ol. Uğurlu yollar. Minnətdaram, öpürəm səni. Sağ ol. Allah sənin işi uğur eləsin. Zəngilanla 2 dənə bərbər tanıyıram. Biri odur, biri bu. Allah işimiz olan eləsin qardaş. Stat 1.40. Şey işte cav sözü Oldu, qatdansa. Nə qulluq eləyim. Canlı sağ ol. Başıma dönərəm. Var ol. Allah'ım Ürəyim Allah sənə qurban. getdim ben. Sağ ol, Allah Yorulmayasın. Sağ olun. Salam qardaş. Dedim getmə. Nətərsən qardaş? Yaxşı olsun. Var ol. Salamlar. Və aleykum assalam. Nətərsən, ürəyin nə istəyir? Canlı sağ ol, görüşməyə gəldim. Zəngilana gedirəm qadınlara. Aclığın, susuzluğun, Canınızı sağ ol, var ol. Nə Minnətəm. lazımdırsa təşkil Öpürəm, var ol. Minnət. Qardaş blog verdi. Bütün Yox, bloger deyiləm qaqa. hədə bütün rayonları, kəndləri gəzir. Abi. Var ol qadınlarım, çox sağ ol. Ha, Xocaldan gəlirəm. Buradan Zaqatalaya gedəsən olsan bir ilə süpərsən də yox. İnşallah, tamam bilmirəm. Nasılsın qadınlar? Sağ ol, səni təsəl. Salam aleyküm. Tanımadın? Piyada gəzən da. Rayonları gedir, gəzir. Gördü, hə, gördüm. Nasılsın? Tanımaq neynədin? Qala bildin gəzən? Ha, qaldım. Neyse harda qalmış? Bilməm, kimsə. Zar günü. Zardı yoxsa Caviddi? Cavidlə qalmışsınız, Zar yöndəndə. Ha. İndi nə tərəfə getsə Allah qılsa burada? Mən indi Zəngilanın özünə getsin. Rayonlara. Ha. Piyada getsə elə mi? Abi səndə Panama var. 20 neçə kilometr. Neçədir qiyməti? Bax gör hansı xoş verir. Yox, neçə satsan? Hələ yaxşıdır. Ya qiyməti Götür oradan. qiyməti deyilsə o da.
Ha o gün sana Ahmet. Var orada dediğim ya. Görüm tutur hələ. Nəsə düşmədi. Yox, heç nə düşmür. Düzgün var abi. Ne qapının ağzına bax. Düzgün var. Başımı saniye Sen var. dalınca gel. Öyle bir anlaşıldı. Vurup yanından Tarih okudum ben. Bir köşede görüyorum. Yox abi. Ya, Panama mənlikdə. Bilim yox mənlikdə. Abi mənə maçalka verə bilərsən hə? Bilənkindən də al. Ha olsun abi. Bu əzili füzülü. Ne oldu götürmedin topu? Yox. Niye? Mən Bu kara yakışık da paltarla da tutuyor. gün vururuq. Sirtkaldan gör. Yox. Bu diyor kargı hamısından səhərin. Nə əzilir büzülür? Nə eləməksin? Bunu çiyinin altına qoyuram. 2 dənəsin, hə qoymusan onu. Ha, çeynin kendisinde çok var. Ha? Kəsir. Maşınla getmirsən də sən. Yox, gəlir. Prosta gecəni hardasa qalırsan. O birini də verə bilərsən sərəcəm. Gecəni hardasa qalırsan. Ha? Gecənə gözəliyir. Bu düz düşmədi də qırağı tutur ona görə çox əzilir. Qoyum onu normalni. Ha bu üçün var. Abi pulun çıxır sənə götürün. Yox, qoyun. Qoy cibə. Hə, qoy cibə. Qoy cibə. Əlin o nədir? Düz eləmişsən. Mən hələ qoymamsan YouTube-a. Hə? Mən hələ Hə, qoymam. yox hələ. Sən Bilənəm. YouTube, Instagramda deyil, mən səni takip edeyim də. Yox deyim. Onsa buradan çıxdığım video neysə başlanğıcda sən olasın. Buradan gedəndən sonra qoyur. Yox hələ paylaşamamışam. Laçından bəri heç nə Çəkib eləmi səni? Elə indi çəkir də kamera. Hə. Bir tutsan onda hər dəqiqanı çəkib qoyursan eləmi? Yoxsa seçsən içindən? Ha? Seçsən içindən. Yox, tənzimləyirəm. Elə yerdə var ki, bəzi adam. İçindən seçsən. Aa, tənzimləyirəm. Kesin də Xocalıya getdiyim buradan. Yəni. Jidema burada çatmışam buralardan. Burada yol gedir. Ağdamlı Ramiz. Gönlünüz uğurlu olsun. Bu gözünün üstü Aks Pervalından düşəndə olur. Nə olsun? Ağaçlar kəs. Pervalı meşənisi ilə düşdülər. Salam. Yaşa. Heç nə olub, getdim. Salamat qardaş, salamat. Özünə mübayət ol. Allah razı olsun. Özünə mübayət ol. Salamat. Allah'ım. Obri qaqaş var idi, onu görmədim. Ona da çox sağ ol. Sağ ol qardaş, sağ ol. Öpürəm. Allahın amasını al. Buradan indi mən yola çıxım elə düz gedir də. Buradan yukarı kalktı. Sola ile düz. Sola, ancak sola. Öpürəm abi, Allahım al. Yaxşı olasan qadan alam. Var ol, canın sağlığı. Zəngilanı özünə. Zəngilana. Var ol, qadan alam, minnətdaram. Ya, öpürəm. Sağ ol, qadan alam.
söz sorsun sənə. Abi Zəngilana mən qabaqda sola dönəcəm də. Körpün keçəndən sonra sola. Hə. 2 dənə yol ayrılır. Piyada gedirəm abi. Hə. Narahat olma abi. Öpürəm səni qadına. Hə? Yox, xəbər yoxdur. Hə? Keşir oğlum. Hə? Hə? Yatır onda işlə. Öpürəm səni. Sağ ol qadına oğlum. Toz. Yavaş. Çok sağ ol. Başa düşmeye ayrı. Sağ ol, var ol, minnətlər. Zəngilana şəhidlər xiyabanı. Xocaldan gəldim. Sağ ol, var ol. Paylaşsan problemli. Yok, ha? Problem değil yani, silmeyeyim. Abi çəkil. Öpürəm, var ol. Var ol, canımı sağ ol, var ol, minnətlər. Söz. Ama bu Zəngilana nasıl yol gedir? Buraya ne gedəcəm? Soldan. Bu asfalta çıxmalıyam da. Çox sağ olun. Necəsən? Hadi. Hardan gəlib, hara gedirsən? Xocaldan başlamışam. Hə, Zəngilana da verəcəm. Yox, piyada. Şəhidlər xiyabanında gedirəm. Özlərdən? Özüm Xocalının Meşəyi kəndindənəm, əslində Laçın Tərlaş kəndindənəm. Xocaldan gəlsən? Hə? 809 gündür. Ağalda qalmışdım, biləm. Şimdi de buradan oraya geleyim. Avratını qaydacam. Sabah qaydacam. Qaydacam Ağalıya. Ağaldan da çıxıb Cəbrayıl tərəf. Böyle deyəcəm. Sağ olun, var olun. Yayaqdan qalsam 20-30 dənə maşın keçir. Bilirəm, saxlayan yoxdur, maraqlanan yoxdur. Yox, mən gördüm, çaxıllara baxıram. Allah şey olan deyilsin. Hansı rayondansan əmi? Mən Füzuldan. Füzuli'dənsən. Ha, Füzuliyə də Cəbrayıldan sonra geləcəm inşallah. Füzuli, Cəbrayıl. Ana bizim kət Qarqa bazar kətdir. Ha. Gedərsən ora, yeyirsən. Orada Şah Abbasın mescididir, karvansarası. Orada şəhidlər də var, mən qardaşım Allah rəhmət eylesin. Ruhu şad olsun. Adı Cəmil. Cəmil soyadı?
Müzeyevçiyanı. 92-də şəhid olub. 93'te. 93-də. Allah rəhmət etsin. Ruhu şad olsun. Yani düz o karvansarayın ağzında çekildi. Şəhidlər xiyabanında şəkilləri var. Füzulinin. Füzul'da şeyde. Füzulinin şəhidlər xiyabanında var Ha, şəkilləri. de bu Horadiz yoktu. Ha. Berediz'de. Ha. Orada parkında. O nedir? Şəhidlər. Şehitler Parkı düzeldirler. Siz de bulmuştuk yolun virana. Ha. Sonra dediler bu Şehitler Parkı düzeldirmiş. Ha. Orada getirdiler, gettiler özlerdi. O köşede temizliği ediyorlar. Ha. Yolun viranda su olur, palçım olur. Ha, Çok düz. köşe ayrıklar. Orada da adamlar hem meşe gelip temizliyorlar. Oraları. Sağ olsun. Ha, düz o aklık yolun yanında. Ha. Ayağın düşse orada şehitler namazında. Yo, gedəcəm inşallah. Bütün rayonların mərkəzi şəhidlər xiyabanına gedəcəm inşallah. Oldu. Oradan Sağ ol. Allah razı olsun. Maraqlandıq o yerə sağ olsun. Minnətdarım. Necə sana? Sağ ol, adam. Yaxşı olsun. Çəkiş eləsin torundur. Çəkiş eləsin torundur. Hə, piyada. Bu söz deyim, Xudayar burada şəhid olub. Onun harada şəhid olub yeri işarət sat var orada. Yuxarıya çıxın. Ha, yeter yukarıdan bir oldu sana. Rayon oradakı da düzü. Ha, o izi görersin. Görersin bir yol, iki mertebe var. Biri sola gelir, biri sağa gelir. Sağdan düz gelir. İndi qoyacağım orada satım elə. Satım oradan da indi ola bilər. Sözüm, burada işçilər qalır abi. Ha, şişət orada. Nəysə, qalmağa yeri var. Öpürəm. Allah'ım emanet. Sağ olun, sağ olun. Öpürəm. Allah'ın emanet olun. Zəngilan girişindəyik. Allah edir, o edir, rəhmət eləsin. Allah cəm şəhidlərimizə də rəhmət eləsin. İndi gedirik bu istiqamətdə. Gedək. Allah cəm şəhidlərimizə rəhmət eləsin. Getdik, ya Allah. Salam gözəl qardaş, vətənpərvər qardaş, necəsən? Yaxşı olasın. Nə var, nə yox? Hardan gəlib, hara gelirsən? Bu Ağalda qalmışdım, indi bura Zəngilana şəhidlər xiyabanına dəyəcəm. Ancaq piyada gəlirsən, hə? Allah köməyinə. Var olar. Sözün qulluğu. Canınızın sağ olun. Zaten nə öyrənsin? Var, hər şey var. Söz deyim, bu Xudayarın şəhid olduğu yer haradadır, bilirsiniz? Xudayarın şəhid olduğu yer rayonun içində. Uşaqlardan soruş deyəcək. Hə, soruşum deyəcəklər. Çox sağ olun. Sağ olun. Allah'ın amasını, yorum yazsın. Allah rəhmət eləsin cəmi şəhidlərimizdə. Zəngilanın şəhidlər xiyabandayıq. Ruhları şad olsun. Zəngilanın şəhidlər xiyabanında Emin Nəsibov Familoğlu 1993-də şəhid olub. Allah rəhmət eləsin, ruhu şad olsun. Müşfiq Əliyev Ağaoğlu 1993-də şəhid olub. Allah rəhmət eləsin, ruhu şad olsun. Fariz Alışov Sərməsoğlu 1993-də şəhid olub. Allah rəhmət eləsin, ruhu şad olsun. Döyüş yoldaşlarından xatirə, ailəsindən xatirə sağ olsunlar. Allah qazilərimizə də can sağlığı versin, şəfa versin. Cümşüd Əliyev Müseyboğlu, ruhun şad olsun qardaş. Ramiz Behbudov Rəşidoğlu 1993-də şəhid olub. Allah rəhmət eləsin, ruhu şad olsun.
Şükür İmanquliyev, İmanquloğlu 1993-də şəhid olub. Allah rəhmət eləsin, ruhu şad olsun. Məmməd Məmmədov İlyasoğlu 1993-də şəhid olub. Allah rəhmət eləsin, ruhu şad olsun. Əsgər Nağıyev Vəli 1993-də şəhid olub. Allah rəhmət eləsin, ruhu şad olsun. Cümşüd Səfərov Səfəroğlu 1993-də şəhid olub. Allah rəhmət eləsin, ruhu şad olsun. İskəndərov Sücahət Kalbalı qızı 1992-də. Allah rəhmət eləsin, ruhları şad olsun. Ramazan Dünyamalıoğlu Quliyev 1993-də şəhid olub. Allah rəhmət eləsin, ruhu şad olsun. Nağıyev Balağa Sabiroğlu 1993-də şəhid olub. Allah rəhmət eləsin, ruhu şad olsun. Azər Xudamoğlu Cəfərov 1993-də şəhid olub. Allah rəhmət eləsin, ruhu şad olsun. Fikrət Behbudoğlu 1993-də şəhid olub. Allah rəhmət eləsin, ruhu şad olsun. Ziyad Bayramov Hünbətoğlu 1993-də şəhid olub. Allah rəhmət eləsin, ruhu şad olsun. Qaytaran Abbasov İbrahimoğlu 1993-də şəhid olub. Allah rəhmət eləsin, ruhu şad olsun. Əjdər Həziyev Mehdioğlu 1993-də şəhid olub. Allah rəhmət eləsin, ruhu şad olsun. Etibar Qasımov Əsgəroğlu 1993-də şəhid olub. Allah rəhmət eləsin, ruhu şad olsun. Vüqar Qarayev Kamaloğlu 1993-də şəhid olub. Allah rəhmət eləsin, ruhu şad olsun. Rafiq İbişov Gülüşoğlu Allah rəhmət eləsin, 1993-də şəhid olub. Allah ruhlarını şad eləsin. Muxtar Rüstəmov Bəhmənoğlu 1993-də şəhid olub. Allah rəhmət eləsin, ruhu şad olsun. Fazil İsmailov İdrisoğlu 1993-də şəhid olub. Allah rəhmət eləsin, ruhu şad olsun. Nəbi İbrahimov Yusifoğlu 1993-də şəhid olub. Allah rəhmət eləsin, ruhu şad olsun. Hüseyin Qaraşov Bəyləroğlu 1993-də şəhid olub. Allah rəhmət eləsin, ruhu şad olsun. Səyyaf Qafarov 1993-də şəhid olub. Allah rəhmət eləsin, ruhu şad olsun. Nadir Feyziyev Bahaduroğlu 1993-də şəhid olub. Allah rəhmət eləsin, ruhu şad olsun. Məhərrəm Süleymanov Həsənoğlu 1993-də şəhid olub. Allah rəhmət eləsin, ruhu şad olsun. Sarvan Zəfərov 1993-də şəhid olub. Qüdrətoğlu. Müşfiq Mehraliyev Əjdəroğlu 1993-də şəhid olub. Allah rəhmət eləsin, ruhu şad olsun. Vüqar Abışov Abbasquloğlu 1993-də şəhid olub. Allah rəhmət eləsin, ruhu şad olsun. Hicran Dünyamaliyev Yusifoğlu 1993-də şəhid olub. Allah rəhmət eləsin, ruhu şad olsun.
Elşən Orucov, Zülfüqar oğlu 1993-də şəhid olub. Allah rəhmət eləsin, ruhu şad olsun. Baxaq. Qorxmaz Allahverdiyev, Bahadur oğlu 1993-də şəhid olub. Allah rəhmət eləsin, ruhu şad olsun. Qasım Mönsümov, İsa oğlu 1993-də şəhid olub. Allah rəhmət eləsin, ruhu şad olsun. Zahid Hüseynov, İskəndər oğlu 1993-də şəhid olub. Allah rəhmət eləsin, ruhu şad olsun. Allah cəmi şəhidlərimizə rəhmət eləsin, ruhları şad olsun. Qadat görsən, Yaxşı olsun. bir şəxs gətirəyim sənə. Ne olmuş? Kameranı söndürdüm, maşında qadat el aldım. Mən 30 yaşında böyle çıxmışam, indi 33 yaş, 63 yaşında qalmışam. Ne işin? Yine de elimizde obamız var. Elimizde Allah bütün şəhidlərimizə Amin, amin. belə rəhmət eləsin, qazilərimizə can sağlığı. Amin, adam Allah. Böyle sen inanırsan ki, hele inanmıram ki öz torpağımız değil. Bak Kur'an o kadar adam. Ben inansam biz bu dəqiqəsindən bu torpaqlara birinci dəfə deyərdim. Anladın, yani görsen özde bura Zengilan, Azerbaycan'ın bu taraftan en ahırıncı rayonda, yani ahırıncı o mənada yok. Böyle Uğulavoy'da. Ha, rayon yoktu. Ha, Ermənistan'la hemşire, bu da İran'la. Ora İran'dı. Ora İran'dı. Ha, Ha, bu tarafta dili Ermənistan'la hemşiredik. 42 kilometre Ermənistan gidip Naxçıvan'la bizim aramıza. Ha, O sahəni keçəndən sonra Naxçıvanın arası başlayır. ha, inşallah o da olur. İnşallah o yolda açılacaq, Əngəzur yolu. Demişəm də inşallah o yol açılsın, buradan Yərbora piyada edir. Qardaş, yani o İran da bizim torpaqlar, o da bizim millətimiz orada yaşayır. Türkiye, buradan Türkiye'den gedə bilərsən. İnşallah gələcəksən. Ha, inşallah olsun. Açılsın yollar əsas. İnşallah. Dalına piyada yapsın. Ha, Ha, biz gündür. vallahi günü sahin itirmişim. Sen burada arasa yine araba arasa bakmaz, görmezsin. Sen Vallahi burada- tanımıram, göstərsəz Ha, gedərəm. evet, yani. Söndürüm. Ha, Ha, getdiyim yollar. Belə istəsən şirkət düşməsən. Ha? İstəsən şirkət düşməsin. Qaldığım yerdə. Ha da düşməsə Ha. Ne işim, mən başlayıram. Ne bileyim, indi o müəllim bilədir. Hə, işi silərəm oranın, problem deyil. Əsas qalmağa yer olsun. Aha, yox ki. Mən orada